Əziz abituriyentlər, 24 may 2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında istifadə olunan coğrafiya suallarının izahına baxaq. Hər başdan hər birinizə çəkdiyiniz zəhmətin bəhrəsini görməyi arzulayıram. Ümid edirəm ki, hər biriniz xeyirli və gözəlliklə tələbə adını qazanarsınız. 31-ci sualda AB xətti üzrə relief profilinə uyğun olan diaqramı müəyyən eləməyimizi istəyir və nəzərə alaq ki, kəsmə yüksəkliyi 5 metrdir. Burada görürük ki, A məntəqəsi 100 metrlik horizontaldan 1-2 horizontal aşağıdadır. Hardan aşağıda olduğunu bildik, çünki sağ tərəfdə 110 metrlik horizontal varsa, sol tərəf A-nın olduğu tərəf 100 metrdən aşağı olmalıdır və kəsmə yüksəkliyinin də 5 metr olduğunu nəzərə alsaq, deməli A məntəqəsi təxminən 90 metr hündürlükdən başlayır. 90 metrlik hündürlükdən başlayır, gəlir ta 110, 115, 120 metrlik horizontalı kəsir. Deməli 120 metrlik horizontal, təxminən 120 metrlik horizontal belə olsa, 120 metrlik hündürlüyü belə kəsib keçməlidir, çünki bir də 120 metrlik horizontalı buradan kəsəcək. Və ardından 110 metrlik və 105 metrlik horizontalları görəcək. Deməli 90-dan başlayır, 120-ni keçir və 105-də bitir. 90-dan başlayıb 120-ni keçən və 105 metrlik hündürlükdə bitən profil A variantında göstərilmişdir. 32-ci sual baxaq. A iqtisadi rayonunun relyefi kür boyu düzənliklərdən, yüksəklərdən və dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əhəng daşı və daş sıvaqlı bentonit gili, Ağdağ seolit yatağı da bilirik ki, Tovuz rayonundadır, yataqları vardır. A iqtisadi rayonuna aid olmayan xüsusiyyətləri müəyyənləyirik. Artıq bu verilən xüsusiyyətlərdən görürük ki, bura Qazax Tovuz iqtisadi rayonudur. Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir. Bu iqtisadi rayona xas bir xüsusiyyətdir və bizə aid olmayanı soruşduğuna görə biri silirik. Birin verildiyi variantları silirik. Tərkibinə daxil olan inzibati rayonlar xarici ölkələr həmsərhəddir. Burada biz əgər baxsaq iqtisadi rayonlaşdırmaya, Şəmkir rayonunun xarici ölkə ilə sərhəddi yoxdur. Deməli, ikinci şərt bizə lazımdır. İkinci şərtin verilmədiyi C variantını da silirəm. Rayon ərazisində Bakı, Tiflis, Ceyhan və Bakı subsidiya neft kəmərləri keçiş şərti doğru fikir ifadə edildiyinə görə götürmürük. Deməli, B bəndi də silinə bilər. Enerjiyə olan tələbatı Arpaçay SES ilə təmin olunur. Arpaçay SES Naxçıvandadır. Deməli, 4-cü şərt də yanlışdır deyə bizə lazımdır və 5 kənd təsərrüfatı yalnız suvarma şəraitində mümkündür şərti də yanlışdır. Belə ki, bu rayonda yerləşən dağlıq ərazilərdə dəmiyə əkinçilik mövcuddur. Kartofu düşürmək olar. Ən azından kartofu fikirləşmək olar. Deməli, 5-ci şərtdə yanlış fikir ifadə edildiyinə görə bizə lazımdır. Bir iqtisadi rayonla həmsərhəddir. Bu da doğrudur. Belə ki, yalnızca Gəncə Daşkəsən iqtisadi rayonla həmsərhəddir. 6-cı şərtdə düzgün fikir ifadə edildiyinə görə bizə lazım deyil. Cavab A bəndi. Xəritə sxemdə rəqəmlərlə göstərilmiş ölkələr üçün ümumi olan xüsusiyyətləri müəyyənləyək. Burada biz Somalini, Liviyanı və Yəməni görürük. Tropik hava kütlələrinin təsirinə məruz qalırlar. Ümumi xüsusiyyətlər istədiyinə görə biri götürə bilərik. Bir bizə lazımdır. Birin verilmədiyi variantları silirəm. İnsan inkişaf indeksinin yüksək olduğu ölkələrdir. İnsan inkişaf indeksi bilirik ki, ən yüksək olduğu ölkələr elə ilk 10-luqda Avropa ölkələridir. Çox təəssüf ki, Ərəb ölkələri o siyahıda yoxdur. Deməli, ikinci şərt yanlışdır. İkinci şərtin verildiyi D variantını da silirəm. İqtisadi fəal əhalinin əsas hissəsi iqtisadiyyatın 3-cü və 4-cü sektorunda çalışır. Bu da inkişaf etmiş ölkələrə aiddir. Xidmət sahələri və informasiya məkanında əsasən yüksək inkişaf etmiş ölkələrin əhalisi işləyər. Deməli, 3-cü şərtdə yanlışdırsa, deməli, Y variantı da silinər. Əhalinin əsas hissəsi Afro-Asiya dil ailəsinə mənsubdur. Yəni, buna Sami Hami də deyirik. Ərəblərin, bərbərlərin olduğu ərazidə yayılan dil ailəsidir. 4-cü şərt bizə lazımdır. 5-ə baxırıq. Ərazisində günorta vaxtı şaquli cisimlərin kölgəsinin olmaması müşahidə edilir. Bu da tropik xəttin keçməsi ilə əlaqədardır. Yəni bu ölkələrin tropik işlama qoşağında yerləşməsi və ya
bir hissəsinin tropik işğalma qurşağında yerləşməsindən irəli gəlir. 5-ci şərtdə doğrudursa cavab B variantı. OPEC təşkilatına üzvdürlər. Burada yalnızca Liviya OPEC təşkilatına üzvdür. 6-cı şərtdə yanlışdır. Ölkəmizin əhalisi ilə bağlı doğru fikirlər müəyyən edək. Əhalinin yaş tərkibində uşaqların üstün təşkil etməsi şərti yanlışdır. Çünki son dövrlərdə təbii artımın aşağı düşməsi uşaqların sayının nisbətən azalmasına səbəb olub, nisbət olaraq. Deməli, birinci şərt yanlışdırsa, birinci şərtin verildiyi variantları sildim. Quba, Xaçmaz və Lənkəran asılı iqtisadi rayonlarında türk dilli olmayan xalqlar, yəni söhbət burada ləzgilərdən, tatlardan, talışlardan gedir. Xalqlar yaşayır. İkinci şərt doğrudur. İkinci şərt digər bütün variantlarda var. Acılohor Ceyran çöldə əhali sıxlığı yüksəkdir. Xeyr, o ərazilərdə Azərbaycanın qış otlağı zonalarıdır və əhali sıx deyil. Üçüncü şərt yanlış fikir ifadə edildiyinə görə B variantını da silirəm. Bakı iqtisadi rayonunda əhalinin milli etnik tərkibi mürəkkəbdir. Bəli, baxmayaraq ki, milli tərkibin rəngarəng olduğu zonalar olaraq Quba, Xaçmazı, Lənkəran, Astaranı, Şəki-Zaqatalanı götürürük. Daimi burada məskunlaşan türk dilli olmayan xalqlarla əlaqəli. Abşeronda, yəni Bakıda milli tərkib də çox zəngindir. Belə ki, xaricdən gələn və məskunlaşan qeyri-Azərbaycanlılar da Azərbaycanlılar ən çox bu ərazidə məskunlaşır. Dördüncü şərt doğru fikir ifadə edir. Şəki-Zaqatala iqtisadi rayonda məskunlaşmış avarlar, ləzgilər və saxurlar Qafqaz dil ailəsinə mənsubdur. Şərti də doğrudur. Bəli. Deməli, 5-ci şərti doğrudursa cavab C variantıdır. Kənd əhalisini əsasən miqrasiya hesabına artır. Xeyr, Azərbaycanda şəhərdən kəndə miqrasiya çox da vüsət almış bir şey deyil. Deməli, kənd əhalisi əsasən təbii artım hesabına artmış olar. 35-ci sualda xəritə sxemi əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu əraziləri soruşur. Bu o deməkdir ki, günəşin fəaliyyəti, yəni buxarlanma qabiliyyəti yüksəkdir, amma buxarlanacaq su rütubət olmadığına görə bu ərazidə yarımsəhra və ya səhra landşafti formalaşa bilər. Deməli, bir rəqəm ilə verilən yerdən Somali cəryanı bu şərti ödəyir. 2 rəqəm ilə Norveç cəryanı isti cəryandır. 3 rəqəm ilə buradan demək, Kaliforniya cəryanı keçir. Deməli, bizə lazım olan bir fikirdir. 4 rəqəm ilə Antil cəryanı burada rütubət yaradır, isti cəryandır. Deməli, 4 olmaz. 5 rəqəmi ilə buradan Peru cəryanı keçir, bizə lazımdır. Artıq cavabımız çıxdı. 1, 3, 5 cavab D variantı. 6 rəqəmi də rütubətin bol olduğu yerlərdir. Deməli, o da bizə lazım deyil. Meridian üzrə ekvatordan 0 dərəcəli azimutla 8769 km hərəkət etsək, çatacağımız məntəqədən cənub tropik xəttinə qədər olan ən qısa məsafəni hesablayaq. Deməli, ekvatordan meridian boyunca 0 dərəcəli azimutla, yəni şimala doğru 8769 km getmək 79 dərəcə getmək deməkdir. Yəni, biz bilirik ki, 1 dərəcəli meridian qırışı 111 km-dir. 8769-u 111-ə bölsək, eləyəcək 79 dərəcə. Və 79 dərəcə şimal enindən deyil, cənub tropikinə qədər. Bəli, cənub tropikinə qədər. O da 23,5 dərəcə cənub enliyindədir. Onları toplayanda eləyəcək 102,5 dərəcə. 102,5 dərəcədə meridian üzrə, yəni 111-ə vursaq, 11377,5 km eləyər. Bu da eləyəcək A variantı. Üzvü aşınmanın zəif getdiyi məntəqələr. Üzvü aşınma bilirik ki, rütubətdən olur. Rütubətin az olduğu yerləri qeyd eləyəsi olsaq, bura 1 rəqəmi ilə Cənub-Şərqi Şirvan düzünü, 4 rəqəmi ilə Şərri Ordubadı, 5 rəqəmi ilə Şirvan düzünü və 6 rəqəmi ilə Ceyran çöl zonasını götürə bilərik. 1, 4, 5, 6 cavab D variantı. Uyğunluğu müəyyən edək. Çay soruşulur, verilir daha da etsək. Töküldüyü dəniz və mənsəbinin yerləşdiyi ölkəni seçmək lazımdır. Mekong çayı Cənub-Şərqi Asiya zonasından axır. Cənubi Çin dənizinə tökülür və Vyetnam ölkəsi, mənsəbi Vyetnam ölkəsindədir. Deməli, birinciyə 2 və D. Birinciyə 2D verilən
Bir dənə C variantı var. O birilərinə baxırıq. Nil çayı Aralıq dənizinə tökülür və mənsəbi Misirdə yerləşir. Birinciyə 4C. İkinciyə 4C. Eyni variantda ikinciyə 4C var. Və ən son Yukon çayı bilir ki, Şimali Amerikanın şimal-qərbində Bering dənizinə tökülür. Üçüncüyə 3 və mənsəbi Amerika Birləşmiş Ştatlarındadır. Cavab C variantı. Uyğunluğu müəyyənləş Qazaxıstan və Türkmənistan ölkələri üçün fikirləri soruşur. Ərazisində Buzaçi yarımadası yerləşir. Bu Qazaxıstana aiddir. Deməli, birinciyə A. Birinciyə A. Birinci Qazaxıstan idi. İkinci Türkmənistan. Türkmənistan, belə yazıram. Qırğızstanla sərhədi mövcud deyil. Mərkəzi Asiya ölkələrindən Qazaxıstanın bütün digər Mərkəzi Asiya ölkələri ilə sərhəddi var. Amma Türkmənistanla Qırğızstanın arasında Özbəkistan var. Deməli, ikinciyə B. Birinciyə A, ikinciyə B. Əhalinin əksər hissəsi Türk dil qrupunun Bulqar qoluna aiddir. Bulqar qolu bu ölkələrin heç birinə aid deyil. Bulqarlar əsasən Tatar, Başqır, Çuvaş, Karaimlər və Şimali Qafqazda olan Qaraçay, Çərkəz və Kabarda-Balkarlara aiddir. Deməli, C şərti heç bir bənddə bizə lazım olmayacaq. C şərtini siləsi olsaq, B, D variantları silinər. Sonra, ərazisində çöl və meşə çöl təbii landşaftı yaranmış bu Qazaxıstana aiddir. D, birinciyə A, D və çayları yalnız daxili axar sövcəyə aiddir. Bu da Türkmənistana aiddir. Yalnızca Xəzər dənizinə, yəni və yaxud da ki, Aral dənizinə aiddir. İkinciyə həm də Y. Birinciyə A, D, ikinciyə B, Y. Cavab C variantı. Uyğunluğu müəyyənləş inzibati rayonlar və filiz faydalı qazıntı yataqları. Uyğun olaraq inzibati rayonlara görə faydalı qazıntıları götürəsi olsaq, Narzanlı civə yatağı Laçındadır. İkinciyə A. Kastaq polimetal yatağı Böyük Qafqazdadır, Balakən zonasındadır. Deməli, B heç birinə aid olmayacaq. Hətta bərbaşdan B-nin verildiyi variantları da siləsi olsaq, B, D və Y variantları artıq ələnə bilər. İkinciyə də A olacağı təqdirdə hər iki variant hələ ki gedir. İpək xromit yatağı Laçında yerləşir. Deməli, 2-yə həm də C olacaq. Hamançay dəmir filizi Daşkəsəndədir. 1-ə D və Kəlbəcərdə də Göydərə xromit yatağı var. 3-ə də Y. 1-ə D, 2-yə A, C, 3-ə Y. Cavab C variantı. Uyğunluğu müəyyənləş fiziki coğrafi rayonlar və xüsusiyyətləri. Dağlıq Şirvan, Kürəraz və Gəncə fiziki coğrafi rayonlarına aid olan xüsusiyyətləri müəyyən edəcək. Əkinçiliyin inkişafı qış otlaqlarının sahəsini azaldır. Bu, mərkəzi Arana aiddir. Bildik ki, bu adları çəkilən fiziki rayonların içində ən çox Kürəraz, Azərbaycanın düzənlik əraziləri və qış otlaqlarıdır. Deməli, 2-yə A. 2-yə A-nın verilmədiyi B variantını və C variantını silmək olar. Meandrlı və axmazların yaranmasının imkanı genişdir. Bəli, biz bilirik ki, düzənlik ərazilərin çaylarında meandrlar formalaşa bilər. Yəni 2-yə həm də B. 2-yə A və B-nin verilmədiyi D variantında silmək olar. Yay quraq keçən mülayim isti iqlim tipi mövcuddur. Bu, Dağlıq Şirvana aiddir. İqlim tipləri xəritəsində 4 rəqəmi ilə verilir, bəzilərində 3 rəqəmi ilə. Birinciyə C. Artıq birinciyə C-nin verilmədiyi A variantını da silə bilərik. Gölləri əsasən uçqunbənd məşəli bu Gəncəyə aiddir. Gəncə fiziki coğrafi rayonundan Göygöl və onun ətrafındakı göllərdən söhbət gedə bilər. 3-ə D və metallurgiya sənayesinin inkişafı üçün yerli xammal ehtiyatlarına malikdir. Söhbət burada Daşkəsəndən, Gədəbəydən gedə bilər. 3-ə həm də Y. Cavab Y variantı.
42-ci suala baxaq. Euler-Venn diaqramı verilib. Diaqramın hər üç tərəfinə aid olan 4-cü Rum rəqəmi burada qeyd olunmamışdı. Silinib deyən şəkil çəkildi. Onu mən qeyd elədim. Ekvatorial rütubətli meşələrə, qütb səhralarına və iynəyarpaqlı meşələrə aid olan xüsusiyyətləri qeyd edəcəyik. Rütubətli əmsalı vahiddən böyükdür. Gördüyümüz bu hər üç ərazi üçün rütubətlənmə əmsalı vahiddən böyükdür. Deməli, buradan Rum rəqəmləri ilə qeyd eləsək, 4-cüyə 1-i qeyd eləmək olar. 4-cüyə 1. 4-cüyə 1-in verilmədiyi A bəndini, C bəndini və D bəndini silmək olar. Aqroiqlim ehtiyatı ilə zəif təmin olunmuşdur. Aqroiqlim ehtiyatının bol olduğu yerlər isti ərazilərdir. Burada ekvatorial ərazilər isti olduğuna görə qütb səhraları və iynəyarpaqlı meşələri bu şərtə aid eləmək olar. Deməli, 3-cüyə 2. 3-cüyə 2-ni qeyd edirik. Əsasən həmişəyaşıl ağaclardan ibarətdir. Qütb səhraları ağaclardan məhrumdur. Ona görə amma ekvatorial meşələr və iynəyarpaqlı meşələr bu şərti ödəyir. 2-ciyə 3 qeyd edirik. Ərazisində fəsillər aidi müşahidə edilmir. İynəyarpaqlı meşələrin bir hissəsi mülayim işıqlanma qurşağına düşdüyünə görə fəsillər aidi müşahidə edilir. Amma nə ekvatorial meşələrdə, nə də qütb səhralarında fəsillər aidi müşahidə edilmir. Deməli, 1-ciyə 4-ü qeyd edirik. 1-ciyə 4-ü qeyd edirik. Və 1-ciyə 4-ün verilmədiyi B variantında silmək olar. Artıq digər variantları qeyd eləyəsi olsaq, 2-ciyə həm də 7-ni götürəsi olsaq, yəni ekvatorial rütubətli meşələr və iynəyarpaqlı meşələrə kimyəvi və üzvü aşınma intensivliyi şərti doğru ola bilər. Niyə qütb səhralarına götürmürük? Qütb səhralarında kimyəvi aşınma olsa da üzvü aşınma yoxdur. 2-ciyə həm də 7-ni götürürük. Ardından 3-cüyə həm də 5-i götürəcəyik. Yəni, qütb səhraları və iynəyarpaqlı meşələr günəşin zenitdə olmadığı ərazilərdə yayılıb. Ekvatorial ərazilərdə günəş zenitdə ola bilər. 3-cüyə həm də 5-i götürürük və 4-cüyə həm də 6 götürülüb. Əsas iqlim qurşağında yerləşir. Bəli, həm ekvatorial rütubətli meşələr, həm qütb səhraları, həm də iynəyarpaqlı meşələr müvafiq olaraq ekvatorial iqlim qurşağında, Arktik və ya Antarktik iqlim qurşağında, bir də mülayim iqlim qurşağında yerləşir. 4-cüyə həm də 6. Cavab Y variantı. 43-cü suala baxaq. Müvafiq olaraq suvarmada əsasən yayda və qışda istifadə olunan çaylar. Deməli, biz öncə yayı quraq ərazilər götürməliyik, sonra qışı quraq olan ərazilər götürməliyik. Xuanxe və Yansın axdığı yer yayı rütubətli də olmaz. Yenisey və Lena çayları normalda qütb ətrafı ərazilər o qədər də suvarılmır. Ob çayı və Niger, Ob da qütb çayıdır, qütbə doğru gedən çaydır. Niger də subekvatorial yayda rütubətli olan şimal subekvatorial ərazilərdədir. Deməli, bu da olmaz. Mekong və İravadi musson rejimlidir. Bu da olmaz. Qaldı Po və Fərat. Po çayı Cənubi Avropada, Fərat da Türkiyədə. Yəni, yayı quraq olan ərazilərdən axır. Qanq və Mekong çayları isə Cənubi və Cənub-Şərqi Asiyadan axınlar və onların qışı quraqdır. Deməli, Y variantı doğrudur. 44-cü suala baxırıq. Şimal yarımkürəsində tropik işıqlanma qurşağında yerləşən M məntəqəsində günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucaqlarının arasındakı fərq 33,5 dərəcə olarsa, bu məntəqə hansı coğrafi enlikdədir? Əgər məntəqə tropik işıqlanma qurşağındadırsa, deməli, bu məntəqənin üzərində günəş zenitdə olur. Deməli, maksimum düşmə bucağı 90 dərəcə götürülür. Minimum düşmə bucağını tapmaqdan ötürü maksimum və minimum düşmə bucaqlarının fərqini çıxarıq. Yəni, 90-dan minimum yazıram bura. 90-dan 33,5 çıxsaq, deməli, bu əraziyə minimum düşmə bucağı 56,5 dərəcədir. Və hansı coğrafi enliyə 56,5 dərəcə minimum düşmə bucağının düşdüyünü tapmaq üçün əvvəlcə
zenit bucağından düşmə bucağına çıxıb, ondan sonra ondan 23,5 dərəcəni, yəni digər yarımkürədəki tropiki çıxmalıyıq. Yəni 90-dan 56,5 çıxsaq eləyir 33,5. 33,5-dən də 23,5 çıxsaq eləyəcək 10 dərəcə. Yəni söhbət D variantı ilə gedir. Və bunu da şəkil olaraq göstərəsi olsaq, deyək ki, bu ekvatordur. Bu 23,5 dərəcə cənub enidir və şimalda neçə dərəcədə olduğunu bilmədiyimiz coğrafi enliyə günəş şüalarının 56 dərəcə bucaqla düşdüyünü, 56,5 dərəcə bucaqla düşdüyü verilir. Deməli, zenit bucağına, yəni 90-dan 56,5 çıxsaq, bu aradakı coğrafi enli fərqi olacaq 33,5. 23,5 dərəcə cənub enindən 33,5 dərəcə şimala getsək, 10 dərəcə şimal eninə çatmış olarıq. Uyğunluğu müəyyənləyək. Qədim platforma, geosinxron quşaq və cavan platforma. Orta Sibir qədim platformadır, birinciyə A. Meksika yaylası geosinklinaldır, ikinciyə B. Qərbi Sibir ovalığı cavan platformadır, üçüncüyə C. A, B, C ardıcıllığı verilməyən variantlardan sırası olsaq, A bəndi, Y bəndi, B bəndi və D bəndlərini silmək olar. Yəni 1-ə A, 2-yə B, 3-ə C-nin olmadığı variantları sildim. Artıq yalnızca bir variantımız qaldı. Pont dağları Türkiyədə cavan dağlardır, yəni geosinklinaldır, 2-yə olur həm də D. Amazon ovalığı qədim platformadır, 1-ə həm də olur Y. Deməli, cavab C variantı. Cədvəl əsasən doğru sıraları müəyyən edək. Ərazi və xüsusiyyətləri. Hindistan yarımadası yağıntıları il ərzində qeyri-bərabər paylanır şərti doğrudur. Çünki bura subekvator iqlim quşağındadır. Subekvatorial iqlim quşağına da yayda ekvatorial, qışda tropik hava kütlələri gəlir. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Mesopotamiya ovalığı il boyu səpələnən radiasiyaya üstündür. Bu şərt ekvatorial əraziyə aid olar. Yəni buludluğun çox olduğu. Amma Mesopotamiya ovalığı tropik xəttin yanından keçdiyi və yüksək təzyiq zonasıdır və orada bulud az olar. İkinci şərt yanlışdır. İkinci şərtin verildiyi D variantını da silirəm. Böyük səhra iyul ayında buxarlama qabiliyyəti maksimuma çatır. Yəni buxarlama qabiliyyəti maksimuma çatması havanın ən isti vaxtı deməkdir. Bəs niyə iyul? Baxmayaraq ki, şimal tropikində günəş iyunda zenitdə olur. Biz bilirik ki, quruda ən isti ay şimal yarımkürəsində iyuldur, suda isə avqustdur. Deməli, üçüncü şərt də doğrudur. 4-ə baxırıq. Artıq bizə lazım olan variantlarda 4 yoxdur onsuz da, amma yenə də baxaq. Tasmaniya adası siklonda külək saat əqrəbinin əksinə hərəkət edir. Şərti yanlışdır. Çünki siklon cənub yarımkürəsində saat əqrəbinin hərəkətli istiqamətində əsir. Çünki Tasmaniya cənub yarımkürəsindədir. 4-cü şərti sildik. Qrenlandiya adası səthində albedonun kəmiyyəti yüksəkdir. Bəli, səthi buzla örtülü olduğuna görə bu şərt doğrudur. Artıq cavabımız çıxdı. Yava adası ekvatorial ərazidədir. Günəş il boyu günorta vaxtı zenitdə olmur. Sentyabr aylarında zenitdə olar. Deməli, 6-cı şərt də yanlışdır. Doğru olmayan sıranı müəyyən edək. Mənşəyi gölün adı və yerləşdiyi ərazi verilir. Vulkanik mənşəli Qaragöl gölü vulkanik yerlərdə yerləşir. Bu doğrudur. Və bizdən doğru olmayan istədiyinə görə biri istəmirik. Birin verildiyi variantları siləsi olsaq, cəmi 2 variant qalır. Bu arada A variantında 3-4-5 verilibdir. İkinciyə baxırıq. Axmaz mənşəli Batabat gölü verir. Batabat biz bilirik ki, uçqunbət mənşəli. Deməli, ikinci şərt yanlışdır. Və ikinci şərt yanlışdırsa, avtomatik cavabımız D variantı olaraq çıxır. Tektonik mənşəli sarı su verir. Bu da yanlışdır. Sarı su axmazdır. Axmaz mənşəli Ağgöl mil düzündə yerləşir. Bu doğrudur. 4-ü götürmürük. A bəndi də silindi. Uçqun mənşəli Maral gölü Murovdağ silsiləsində yerləşir. Şərti doğrudur. Götürmürük. Axmaz mənşəli Hacıqabul gölü Salyan düzündə deyil, Şirvan düzünün cənub-şərqindədir. Bəlkə də biraz da cənub-şərqi Şirvan düzünün şimal-qərbində. Yəni Kürdən sol tərəfdə, amma Salyan düzü Kürdən sağda. Ya daha dəqiq cənubdadır. Deməli, 6-cı şərtdə yanlış fikir ifadə edildiyinə görə bizə lazımdır cavab D variantı. Xəritə sxemdə hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid olan ümumi xüsusiyyətlər.
Burada hansı ölkələr verilib? Amerika Birləşmiş Ştatları və Fransa. Avstraliya da var. Təbii artımın birinci tipi xarakterdir. Bəli, yüksək inkişaf etmiş ölkələrdə təbii artım azdır və birinci tipə aiddir. Birinci şərt bizə lazımdır. Əhalinin yaş tərkibində uşaqların sayı daha çoxdur. Bu, əhalinin təbii artımın ikinci tipinə aiddir. İkinci şərt yanlışdır. Biri götürürük, ikini götürmürük. İqtisadi fəal əhalinin əsas hissəsi kənd təsərrüfatında deyil, xidmət sahələrində işləyir. 3 də yanlışdır. Əsas emiqrasiya deyil, immiqrasiya regionları olar. Çünki Qərbi Avropa, Amerika Birləşmiş Ştatları və hal-hazırda Cənub-Qərbi Asiya ölkələri, yəni Ərəb ölkələri immiqrasiya regionlarıdır. 4-cü şərt də yanlışdır. Urban səviyyəsi yüksəkdir. Bəli, şəhərləşmə burada yüksəkdir. Əhalinin əsas hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Amerika və Avstraliya German dil qrupu, Fransa isə Roman dil qrupuna aiddir. 1-5-6-cı cavab. Cavab 1-5-6 D variantı. Orta ili temperatur 20 dərəcədən yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu. Söhbət artıq tropik ərazidən getdiyi başa düşülür. Səciyyəvi xüsusiyyətlər soruşulur. Rütubətli əmsalı vahiddən kiçikdir. Bəli, quraq əraziləri rütubətlərin əmsalı vahiddən kiçik olar. Birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. 1-3-4 və 1-4-5 qaldı. Artıq biz 1-4-ü sığortalamış olduq. Yalnız ovalıqlar üçün xarakterdir. Xeyr, Haqqa Tibesti, Darfur kimi ərazilər yayladır və Ərəbistan zonasının bir hissəsi yayladır. Deməli, 2 bizə lazım deyil. Onsuz da əlimizdə qalan variantlarda 2 yox idi. Çay əmələ gəlmə imkanları zəifdir. Bəli, bu doğrudur. Quraq ərazilərdə çay əmələ gəlməz. Deməli, C variantını silirəm, çünki bizə 3 lazımdır. Enin hava axınları, bəli, yüksək təzyiq zonasında bu belə olur. 4 də doğrudur. Substrat temperatur amplitudu yaranma şərti yanlışdır. Ən böyük substrat temperatur amplitudu elə tropik səhralardadır. Kimyəvi və üzvü aşınma deyil. Burada fiziki aşınma intensiv olar. Cavab Y variantı. Uyğunluğu müəyyənləyək. Aral dənizinin qurumasının səbəbini və nəticəsini soruşur. Atmosfer dağlarının hərəkəti. Bu nə səbəbdir, nə də nəticədir. Çünki bu dənizin quruması əsasən eksogen proseslərin nəticəsi kimi götürülə bilər. Birinci şərtin verildiyi variantları silmək olar. Duzlu toz fırtınalarının torpağı yararsız hala salması bu artıq nəticədir. Artıq dənizin yerində qalan duzlu toz fırtınalarından söhbət gedir. Deməli, nəticə deyirsə ikinciyə 2. İkinciyə 2 lazımsa deməli A variantında silinə bilər. Suvarmaya tələbatının artması. Bəli, suvarmaya tələbatının artması Amudarya və Sırdərya çaylarının suyunun azalmasına və bunun nəticəsində də Aral dənizinin qurunmasına səbəb ola bilər. Birinciyə 3'ü götürəsi olsaq, D variantı çıxır. Səhra landşaftının sahəsinin azalmasına deyil, onu tökülən çayların su sərfinin artmasına deyil, azalmasına. Diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faizlə nisbətinin təqribi bölgüsü verilib. Bu iqlim tiplərinin aid olduğu fikirləri müəyyən edək. Əgər bir rəqəm ilə verilən iqlim tipi 50% yer tutsa, bu yarım səhra quru çöl iqlimidir. Yarım səhra quru çöl. 2 rəqəmi ilə verilən 30% ise bu mülayim istidir. 3 rəqəmi ilə də soyuq iqlim tipləri verilir. Şollar düzü üçün səciyyəvidir, yarım səhra quru çöl. Birinciyə A. Birinciyə A. Birinciyə A-nın verilmədiyi variantları silirəm. Artıq əlimizdə sadəcə 2 variant qalıb. C variantını da yerini müəyyən eləsək, bəlkə də cavabımız çıxar. Orta Araz təbii vilayətinə rast gəlinmir. Mülayim isti iqlimin heç bir tipi Orta Araz təbii vilayətinə yoxdur. Yəni 2-yə B. 2-yə B verilirsə hər iki variant hələ ki var. Lənkəran ovalığı Qanıq Əyrəçəl çökəntində yayılıb. Bu mülayim isti iqlimdir. 2-yə C, həm də artıq cavabımız B olaraq çıxdı.
Pamıq əkinlərinin yayıldığı ərazilər üçün səciyyəvidir. Söhbət yarımçərək ölçülü qülümünə gedir. Birinciyə D və Respublikamızın yüksək dağlıq hissələrində yayılıb. Bu da soyuq iqlimə aiddir. Üçüncüyə Y. Cavab B variantı. Metallurgiya kombinatları əsasən yerli və idxal edilən daş kömür və dəmir filizi ilə işləyən ölkələr. Bilirik ki, yerli xammalla işləyən ölkələr əsasən inkişaf etməkdə olan ölkələr olur və inkişaf etmiş olsa belə ərazisi geniş olan Amerika Birləşmiş Ştatları, Kanada, Cənubi Afrika Respublikası və Avstraliya kimi ölkələr olar. Ərazisi geniş və faydalı qazıntıları bol. Deməli, A variantında biz burada Rumuniyaya görə və Azərbaycana görə A variantını silərik. B variantında isə Çin, Rusiya və Cənubi Afrika Respublikası kimi ölkələr əsasən yerli xammalla işləyər. Fransa, İtaliya və Yaponiya kimi yüksək inkişaf səviyyəsinə çatmış və öz təbii sərvətləri tükənmiş ölkələr bundan istifadə edir. Deməli, B variantı doğrudur. Doğru fikirləri müəyyən edək. Ölkənin qonşu ölkələrə nəzərən mövqeyi makro deyil, mikro mövqeyidir. Deməli, birinci şərt yanlışdır. Xəzər sahillərində yerləşən yalnız iki ölkənin dünya okeanına birbaşa çıxışı mövcud deyil. Bu şərt yanlışdır. Çünki Azərbaycan, Türkmənistan və Qazaxıstanın dünya ölkələrinin çıxışı yoxdur və Xəzər sahili mövqeydədirlər. İkinci şərt də yanlışdır. Braziliya, Avstraliya və Kanada dövlətləri dünya okeanına geniş iqtisadi zonaya malik ölkələrdir. Bəli, iqtisadi zona verir ki, 370 kilometrlik bir məsafədən söhbət gedir, sahildən etibarən və okeana çıxışı olan ölkələrdə bu xüsusiyyət var. Üçüncü şərt bizə lazımdır. Nigeriya və Hindistan əhalinin milli etnik tərkibinə görə federativ ölkələrdir. Bu şərt doğrudur. Bu şərt həm də Rusiyaya da aiddir. Amma bu şərt Almanya kimi, Belçika kimi və ya Avstraliya və ya Amerika Birləşmiş Ştatları kimi ölkələrdə deyil. Oradakı tarixi inkişaf səviyyəsinə görədir. Dördüncü şərt də bizə lazımdır. Mərakeş və Yaponiya konstitusiyalı monarxiya ölkələr qrupuna daxildir şərti də doğrudur. Vyetnam, Butan və Laosun dünya okeanına birbaşa çıxışı var. Burada yalnızca Vyetnamın dünya okeanına çıxışı var. Nə Laosun, nə də Butanın dünya okeanına çıxışı yoxdur. Deməli, cavab 3, 4, 5. Azərbaycanın kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyən edək. Yarımsərə və qurçöl iqlim şəraitində suvarma keçini inkişaf edib, bu şərt doğrudur. Rütubət çatışmazlığı zonasında təbii ki, suvarmadan istifadə edilər. Mülayim isti iqlim şəraitində həm tumlu, həm də qərzəkli meyvəçilik. Bəli, tumlu meyvəçilik Quba-Xaçmaz zonasında orada rütubəti bərabər paylanan mülayim isti iqlim var. Qərzəkli də Şəki-Zaqatala zonasında inkişaf etmiş bir meyvəçilik ki, orada da qışı bura keçən mülayim isti iqlimdir. İki də doğrudur. Şamallı qəhvəyi torpaqların yayılıq ərazilərdə əkinçilik üçün əlverişli deyil. Xeyr, demək olar ki, ən çox əkilən çöl zonasında yerləşən torpaqlarımız bu rənglərdədir. Oz və sarı torpaqlarda sitrus meyvəsi inkişaf edib. Bu sarı torpaqlara aiddir. Lənkəran-Astara zonasında. Yay otlaqları soyuq iqlim tipində formalaşıb. Bəli, yay otlaqları dağlıq ərazilərdədir. Mülayim isti olarsa əsasən meşə olur. Amma soyuq iqlimdə əsasən dağ çəmən olur. Subalq və alp çəmənliyi 5-də lazımdır bizə. 1, 2, 5. Taxılçılıq və üzümçülük yalnız dəmiyə şəraitində, yəni suvarılmadan bu şərt yanlışdır. Aran zonasında, Qarabağ iqtisadi rayonunda və Gəncə-Daşkəsən iqtisadi rayonlarında üzümçülük, taxılçılıq, suvarma şəraitində inkişaf edir. 6-cı şərtdə silindi. Okeanın müxtəlif çökəkliklərinə exolotdan göndərilmiş səs siqnalı birinci çökəkliyin dərinliyinin 6900, ikinci çökəkliyin dərinliyi isə 4800 metr olduğunu müəyyən etmişdir. Bu çökəkliklərə səs siqnalının gedib qayıtma müddətinin arasındakı fərqi hesablayaq. Aradakı hündürlük, dərinlik fərqinə görə bunu götürəsi olsaq, 6900-dən 4800 çıxsaq qalır 2100 metr. Və biz bilirik ki, əgər dərinlik verilib exolotdan göndərilən səs siqnalının gedib qayıtma müddəti soruşularsa, dərinliyi 2-yə vurub 1500-ə bölürük. Yəni, exolotdan göndərilən səs siqnalı 2100 metr gedir və 2100 metr qayıdır. Cəmi 4200 metr gedir və 1 saniyədə 1500 metr məsafə qət elədiyini, dərinlik etdiyini düşünsək, 4200-ü 1500-ə bölsək, cavabımız 2,8 olacaq.
2,8. Xəritə sxemi və cədvələ əsasən doğru sıraları müəyyən edək. Burada A. Lənkəran ovalığında, B. Şəhər-Ordubadda, C. Qanıqəyri çayda, D. Cənub-Şərqi Şirvandadır. Düzə meşə landşaftı yayılmışdır. A və C deyir. Baxırıq. A və C, bəli, həm Lənkəranda, həm də Qanıqəyri Toğay meşələri, düzə meşə landşaftı yayılıb. Bir bizə lazımdır. Qışı soyuq keçən yarımçəri və Qurçul yarımtipi sərcəvidir. Bu Naxçıvan üçün xarakterlikdir. Burada da Naxçıvanın düzənliklərində yalnızca B verilib. Burada isə həm də D verilib. Deməli, ikinci şərt yanlışdır. Ölkəmizdə əhali sıxlığı ən az olan düzənliklərdə A və C verilib. A və C. A Lənkəran zonasıdır, C də Şəki-Zaqatala zonasıdır. Bu ərazilər təbii ki, bu şərti ödəmir. Paleogen yaşlı çökmə suxurlar geniş yayılmışdır. A və D qeyd olunub. A və D. Biz bilirik ki, paleogen yaşlı suxurlar Talış zonasında, Zəngəzur silsiləsində, qismən vulkanik yayla və Qobustan zonasındadır. Deməli, bu şərt də yanlışdır. Yəni, bu paleogen yaşlı suxurlar Talış dağlarında, Lənkəran ovalığında deyil, Talış dağlarındadır və ya Şəhər-Ordubadda deyil, Zəngəzurdadır. Və orta illik yağıntı miqdarı 500 mm-dən azdır. Deməli, quraq ərazilərdir B və D. Təbii ki, söhbət Cənub-Şərqi Şirvan və Şəhər-Ordubad düzlərinə gedirsə, bu şərt doğrudur. Deməli, 1 və 5. 57-ci suala baxırıq. Uyğunluğu müəyyən edək. Yaponiya, Almaniya Federativ Respublikası və İspaniya üçün uyğun fikrə soruşulur. Musson iqlim tipi xarakterlikdir. Bu, Avrasiyanın şərqində yerləşən Yaponiyaya aiddir. Birinciyə A. 3 yarımkürədə yerləşir. Üzərindən Qrimviç xəttinin keçdiyi İspaniyaya aiddir. Üçüncüyə B. Əhalinin əsas hissəsi German dil qrupuna aiddir. Söhbət Almanlardan gedir. Yəni, Almaniya Federativ Respublikasından 3-cüyə C, 2-yə C. Zeytun istehsalına görə dünyada qabaqcıl yer tutur. Söhbət İspaniyadan gedir. 3-ə D. Və ərazisində Kobe limanı yerləşir. Bu da Yaponiyaya aiddir. Birinciyə həm də Y. Situasiya suallarına baxaq. A dağları 2 yarımkürədə yerləşir. Yəni, nə ekvator, nə Qrimviç, nə də 180 dərəcəli meridian bu dağları kəsmir. Bu dağın yamacında isti okean cərəyanı təsir edir. Yamaclarına iki işıqlanma qurşağında yerləşən bu dağlar inkişaf etmiş ölkələrin ərazisindədir. A dağlarının yerləşdiyi yarımadanın sahilləri bir neçə dənizin suları ilə yuyulur. Bu dağların şimal hissəsində gecə və gündüzün adi növbələşməsi pozulur. Deməli, bu dağlar qütb dairəsi ilə kəsilir. Və qütb dairəsi ilə kəsilən dağlara misal olaraq biz Skandinaviya dağlarını, Kordilya dağlarını və Ural dağlarını qeyd edə bilərik burada. Əgər inkişaf etmiş ölkələrdən söhbət gedirsə, Ural dağları istisnadır, Kordilyer və Skandinaviya dağları götürülə bilər. A dağları dövrlərinin sayı ən çox olan geoloji erada yayılmışdır. Biz bilirik ki, Paleozoy erasının 6 dənə dövrü olmaqla ən böyüyü, ən çox saylı olanı odur. Deməli, biz artıq Kordilleri istisna edirik və yalnızca Skandinaviyadan söhbət getdiyini başa düşürük. A dağlarının, yəni artıq belə deyək, Skandinaviya dağlarının ərazisindən bol sulu və sürətli çaylar axır. Dağların yerləşdiyi ölkələrdə artıq biz Norveç və İsveçdən söhbət getdiyini qənaətinə gələ bilərik. Əhalinin həm doğum, həm də ölüm səviyyəsi aşağıdır. Çünki bu ölkələr nədir? Yüksək inkişaf etmiş ölkələrdir. Mətnə əsasən A dağları və onların ən yüksək zirvəsinin adını dağlar Skandinaviya dağlarıdır. Ən yüksək zirvəsi də Qalxepiggen zirvəsidir. Qalxepiggen. Demək, dağların yerləşdiyi işıqlama qurşaqlarını şimal qütb dairəsindən kəsildiyinə görə şimal qütb və şimal mülayim, qütb və mülayim və bu işıqlama qurşağına yerləşib A dağları ilə eyni geoloji erada yayılmış dağ silsilələrini, burada da Uralı demək olar, müəyyən edib cədvələ yazın. Yəni ki, cavab kağızında bir cədvəl var, orada da Uralı qeyd eləmək olar.
59-cu suala baxaq. Mətnə əsasən ad adlarına uyğun gələn xüsusiyyətləri müəyyən edib cədvəldə müvafiq olaraq yazaq. Artıq cədvəldə Skandinaviya dağlarına aid olan xüsusiyyətlərdən, məsəl üçün, eyni adlı yarımadada yerləşir, inkişaf etmiş ölkənin ərazisində yerləşir, dəmir filizi ilə, xromitlə, mislə zəngin olduğunu qeyd etmək olar. Bu tip xüsusiyyətlər, bu tip əlamətləri qeyd etmək olar, əgər orada bunlar soruşulursa. 60-cı sual. Ad dağlarının yerləşdiyi ölkələrin adlarını Norveç və İsveç. Bu ölkələrin əhalisinin əsas hissəsinin aid olduğu dil qrupları, deməli, dil ailəsi Hind-Avropadır, dil qrupu German və əhalinin təbii artım tipini birinci tip və ya müasir tip və ya aşağı tip, demoqrafik keçid mərhələsini 4-cü mərhələ, yəni həm doğumun, həm də ölümün az olduğu, təbii artımında az olduğu keçid mərhələsi müəyyən edib cədvələ yazaq. Artıq qeyd eləmiş olduq. Əziz abituriyentlər, bir daha hər birinizə uğurlar arzulayıram. Ümid edirəm, topladığınız bala görə arzusunda olduğunuz ixtisasa qəbul olunarsınız.